Bu əvəzsiz ifanın ardından bizim efirimiz davam edir, hörmətli tamaşaçılar. Əlbəttə ki, gözəl bir musiqinin araya ərsəyə gəlməsində təbii bəstəkarın əməyi var, burada şairin və yaxud şairənin əməyi var. Gözəl sözlər olmadan da gözəl musiqilər araya ərsəyə gələ bilməz. Azərbaycan ədəbiyyatının çox görkəmli nümayəndələri var ki, onların sözlərinə hər zaman gözəl musiqilər bəstələnib və o musiqilər öz taxt tacını bizim könlümüzdə, qəlbimizdə qoruyub saxlamaqdadır və hər zaman çalışırıq ki, bu musiqiləri sizə təqdim eləyək, siz də zövq ala biləsiniz. Ədəbiyyatımızdan söz düşmüşkən, əziz tamaşaçılar, biz indi Azərbaycanın əməkdar incəsənət xadimi Mədinə Gülgünün həyat və yaradıcılığından danışmaq istəyirik. Bu şairə Azərbaycan ədəbiyyatında xüsusi xidmətləri olan xanım şairələrimizdən biridir və daim ürəyi Azərbaycanla, vətənlə, torpaqla döyünən bir xanım şairəmiz idi. Bu haqda danışmaq üçün çox dəyərli bir insanı, dəyərli bir şairi biz studiyamıza dəvət eləmişik. Azərbaycanın xalq şairi, publisist, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin prezidenti, dəyərli Söhrab Tahir bizim proqramımızdadır. Söhrab müəllim, xoş gəlmisiniz. Sağ olun, sağ olun. Necəsiz? Əhvalınız necədir? Allah'a şükür, Qonaqlarımızdan ilk əvvəl bunu maraqlanırıq. Belə, yaxşıyam. Arada xəstələnmişdim, indi yaxşıyam. Allah can sağlığı versin. Çox sevinirəm ki, bugün bu ictimai televizyon belə bu verilişində, çox məşhurlaşan bu verilişində iştirak eləyirəm. Mədinə Gülgün həqiqətən də Azərbaycan ədəbiyyatının milli xəzinəsinin demək olar ki, varlıqlarından biridir. Bəli. O, bizim qadın şairələrin içərisində ən səmimi şair kimi tanınıb. Bəli. Onun mövzuları, onun müraciə elədiyi, müdaxilə elədiyi mövzular, temalar demək olar ki, həmişə insanların ürəyini müəyyən qədər riqqətə gətirən, müəyyən qədər yerindən oynadan, ürəyin tac damarlarına toxunan bir poeziyanın şairidir. Mədinə Gülgün. Bəli, bəli. Mən məsələn desəm ki, Mədinə Gülgünün əlbəttə ki, poeziyasını hamı oxuyub, xəbərləri var, kitabları çıxıb. Bəli, bəli. İncəsənət xadimi adı alıb Mədinə Gülgün mahnıları səslənir. Bəli, bəli. Amma heç kəs bilmir ki, Mədinə xanımın uşaqlığı necə keçib. Çox keşməkeşli əslində həyatı olub. Bəli. Məsələ, bu həyat da onun, necə deyərlər, poeziyasına, o şairliyinə öz təsirini bildirir öz şeirlərində. Çox doğrudur. Təsirsiz ötüşməyib. Siz buyuran kimi şair gərək talih şairi olsun. Bəli. Elə bu cür havayı şair yox, talih şairi olanda şair özünün daxili lirikasını, özünün mənliyini gətirir poeziyaya. O çox təsirli olur. Bəli. Mədinə xanım Təbriz şəhərində yaşayırdı. Biz onunla tanış olanda onun təqribən 17 yaşı var idi. Bəli. Bəli. Şimali Azərbaycandan, yəni Azərbaycan Respublikasından Bülbülün rəhbərliyi ilə, sonra Sara Qədimova, Şövkət xanım, sonra digər artistlər və rəqs ansambulları Təbrizə qonaq gəlmişdi 1943-cü ildə. Bax, orada biz Mədinə xanımla tanış olduq. Mədinə xanım qarabuğdayı, qəşəng, incə bir xanım, qəşəng bir qız idi. Bəli. Son dərəcə zirəng idi. O zaman Təbrizdə demək, inqilabi proseslər gedirdi, mitinqlər keçirilirdi, nümayişlər, küçələrdə nümayişlər keçirilirdi. Mən həmişə Mədinə xanımı o mitinqlərdə görürdüm, nümayişlərdə görürdüm. Hərdən də çıxıb şeir də oxuyurdu tribunadan. Onda tribuna, əsasən tribunal şair Məhəmməd Biriya idi. Məhəmməd Biriya idi. O şeir oxuyanda ki, Təbrizin o əhalisi yerindən oynayırdı. Onda Mədinə xanım cavan şairi idi. Çıxırdı, o da şeir oxuyurdu. Mədinə xanımı mən həmişə hərbi paltarda görmüşəm. Mən onu heç vaxt qadın paltarında görməmişəm. Hərbi paltarda giyərdi, yarım qıssa çəkmə giyərdi. O zaman 2-ci Dünya müharibəsində demək olar ki, Sovet qoşunlarının, qızlarının paltarını giyərdi. Çünki onda Sovet qoşunları gəlmişdi, Təbrizdə idi. Bəli. Onda Cəfərxandan Təbrizdə
Vətən Yolunda qəzetini, hərbi qəzetdir, Vətən Yolunda qəzetini çap eləyirdi. Mədinə xanım tez-tez o redaksiyada olurdu, şeir verirdi, orada dərnək var idi, şeir dərnəyi, orada iştirak eləyirdi. Orada Süleyman Rüstəm iştirak eləyirdi, Böyük ağa Qasımzadə iştirak eləyirdi, Rəsul Rıza iştirak eləyirdi və digər şairlərimiz Mirzə İbrahimov orada iştirak eləyirdi. Mədinə xanım demək poeziyası, Sovet ədəbiyyatı, Sovet poeziyası ilə Təbriz poeziyasının demək olar ki, ikisinin sintezindən yarandı Mədinə xanımın poeziyası. Son dərəcə səmimi bir xanım idi, son dərəcə coşqun, səmimi. Qoşulurdu aktyorlara, gedirdi Qaradağ mahalına. Qaradağ bu tərəfdə Qarabağdır, o tərəfdə Qarabağla üzbəüz Qaradağ mahalıdır. İran tərəfdə, Cənubi Azərbaycan tərəfdə. Qoşulurdu aktyorlara, gedirdi, çıxış da eləyirdi. Bəzən Cəfər Cəbbarının əsərlərindən obraz, Solmaz obrazını oynayırdı məsələn. Düzdür, o iş yeri qurtarmamışdı hələ, amma o həvəs, o ürəkdən gələn bir şeydir. O cəmaatın o inqilabi əhval-ruhiyyəsi içində heç kəs məsələn akademiya qurtarmış aktyor axtarmırdı ki, kim ki səhnəyə çıxırdı, düzəməlli istedadla çıxış eləyirdi, onu sevirdilər. Mədinə xanım həm şair idi, həm ictimai xadim idi orada, o nə, 17 yaşında, təsəvvür edirsiniz, 17 yaşında bir qız uşağı çarğatsız gəzə, hərbi paltar giyə, burasında belində tapança gəzdirə, bunu əlbəttə İrandakı ictimai dini atmosferə qəbul eləməz. Amma Təbrizdə onda demək olar ki, inqilabi əhval-ruhiyyə var idi, bunlara heç kəs fikir vermirdi. O vaxt hələ Təbrizdə qızla oğlan bir yerdə gəzə bilməzdi. Sərt qanunların hökm sürdüyü bir zaman. Bəli, qanun belə idi. Amma Mədinə xanım bu qanunların hamısını pozmuşdu o inqilabi günlərdə. Heç kəs də ona heç nə deyə bilmirdi. Bəli. Söhrə müəllim. Mənim yadımdadır, Sovet qoşunları Təbrizdən çıxanda, Sovet qoşunları 45-ci ilin may ayında Təbrizdən çıxdı. Bütün beynəlxalq qərara əsasən, qətnaməyə əsasən. Mənim yadımdadır, Təbrizdə Sovet qoşunlarının tankları sıra ilə gedirdi. Bir general da oturmuş tankın üstündə. Mədinə xanım yaxınlaşdı generallara, dedi, hara gedirsiniz? Bizi qoyub hara gedirsiniz? Yəni, o böyük məsələ idi, onu hər adam deyə bilməzdi. Hamı bilirdi ki, Sovet qoşunları Təbrizdən, Cənubi Azərbaycandan çıxsa, İran qoşunları hücum eləyəcək. Və yaranmış milli hökuməti devirəcəklər. Mədinə xanım o sözü deməklə dedi ki, yoldaş general, hara gedirsiniz? Bizi kimə tapşırıb gedirsiniz? Sonra ağlamsır oldu, general düşdü aşağı. Bunun əlindən tutdu, dedi, qızım, gələcəyik, gələcəyik. Mədinə xanım dedi ki, məni də aparın. Mən orada anadan olmuşam. Bəli, bəli. Bax, bu mənim gözümün qabağında olan şeydir. Mədinə xanım həyatı çox keşməkeşli, faciəli, maraqlı, ondan sonra məzmunlu bir həyat keçirtdi. O bu taya gələndən sonra oxudu, ali təhsil aldı. Ailə qurdu burada. Bəli, ali təhsil aldı. Bizim böyük şairimiz Əli Tuda da onu sevirdi. Balaş Azəroğlu da onu sevirdi. Onların içində də rəqabət var idi, kimə gedəcəksə. Axır qismət oldu. Balaş Azəroğlu xəstə idi. Mədinə bəlkə də onun xəstəliyinə görə ona ərə getdi. Və Mədinə xanım həqiqətən də o böyük şair olduğu üçün, böyük ictimai xadim olduğu üçün, həddindən artıq çox Azərbaycan ictimaiyyətinə, onun gələcəyinə bağlı olduğu üçün Balaş Azəroğlunu o xəstəlikdən qurtarmaq üçün ona ərə getdi və doğrudan da qurtardı. Amma Söhrab müəllim, ürəyi yenə də bir yarısı o tərəfdə qalmışdı. Çünki uzun illər anasından uzaq qalmışdı Mədinə Gülgün. Bu da həyatın bir keşməkeşli tərəfi idi, çətin tərəfi idi. Demək, siz çox doğru tutubsuz məsələni. Onun ürəyi orada qalmışdı, özü burada idi.
Onun bütün poeziyası özü ilə ürəyi arasında olan temalardır. Bəli, bəli. Onu oxuyanda siz gözəl başa düşürsünüz. Mən onun şeirlərindən də misal gətirirəm, amma oxuyubsunuz. Siz bilirsiniz Bəli, ki, Mədinə xanım həqiqətən də Azərbaycan poeziyasının bənövşəsidir, gülüdür. Onu ancaq Mirvari Dilbazı ilə müqayisə eləmək olar, Nigar Rəfibəyli ilə müqayisə eləmək olar və digər xanım məşhur bizim xalq şairlərimizlə müqayisə eləmək olar. Allah ona qismət eləmədi ki, xalq şairi adı alsın. Qismət olmadı. Demək, mən bu gün elə gəlirdim sizin verilişinizə, yolda baxdım televizora, gördüm ki, Ağalar Bayramın Bəli, təvəllüd günüdür. bəli. Çox sevindim, çox sevindim. Ağalar Bayram demək bizim poeziyamızın doğrudan da uçar qanadıdır, qanadlarıdır. Ağalar Bayram bizim poeziyamızı bütün ölkələrdə elə yayır, elə təşviq eləyir, elə ilhamlandırır. Doğrudan da o böyük təltiflərə də layiqdir. Əlbəttə, poeziyanı çatdırmaq, bu başqa bir elə çatdırmaq, qabiliyyətdir. onu psixi cəhətdən, onu aktyor sənəti ilə, onu ürəklə, Azərbaycana bağlı ürəklə oxucuya çatdırmaq doğrudan da böyük sənət tələb edir və doğrudan da Ağalar Bayramın təvəllüd günündə mən onu buradan, bu uca tribunadan təbrik eləyirəm. Allah ona uzun ömür versin. Amin. Ancaq Allah ona bir xalq artisti də adı versin, çünki o çoxdan buna layiqdir. Zöhrə müəllim, siz həm də Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin prezidentisiniz. Çox istərdik ki, gəlmişkən, bax buradaykən bu mərkəzin bir balaca fəaliyyətindən, bugünkü planlarından, layihələrindən də danışasınız. Bəli, çox maraqlıdır, bu da maraqlıdır. Çünki son vaxtlarda mən görürəm ki, siz Dünya Azərbaycanlıların Mədəniyyət Mərkəzinə belə çox yaxınlıq göstərirsiniz, qayğı göstərirsiniz, bizim neçə verilişlərimizi, sonra anım günlərini, Heydər Əliyevin anım günlərini keçirdiyimiz tədbirləri verirsiniz. Həmrəylik günü keçirtdik, biz təntənəli izlə onu verdik. Çox sağ olun, təşəkkür eləyirəm. Bütün həm xaricdə yaşayan sənətkarlarımızın adından ki, bizim təşkilatın üzvüdür hamısı. Həm də Respublikadakı sənətkarlarımızın adından, qələm yoldaşlarımın adından sizə təşəkkür edirəm. Dünya Azərbaycanlıların demək fəxri prezidenti bizim dahi Heydər Əliyevdir. Onu elə biz yaranan gündən, bu təşkilatı yaradan gündən birinci eləmən özü də təşrifləri var idi Gülüstan sarayında. Onu elan elədim, hamıya əl çaldı. Gördüm ki, Heydər Əliyev belə mənə altdan baxır, gülür. O saat ona həsr elədik knişkamızı, vəsiqəmizi, o saat Dünya Azərbaycanlıların Mədəniyyət Mərkəzinin fəxri prezidenti apardım, təqdim elədim. Bəli. Çox sağ ol, dedi. Yəni ki, bir təşkilat ki, Heydər Əliyevin qədəmi ilə, kəlamı ilə, adı ilə işə başladı. Əlbəttə, o müvəffəq olacaq və bu gün biz ona doğrudan da müvəffəqiyyətlə, uğurla iş aparırıq. Əsas işimiz Azərbaycan Respublikasının müvəffəqiyyətlərini dünyaya yaymaqdır. Əsas işimiz budur. Sonra gəlir əsas işlərimizdən biri diasporu Azərbaycan Respublikasının müvəffəqiyyətləri, onun çağırışları ətrafında toplayaq və xaricdəki diaspor düşmənlərimizə, erməni faşizminə, fars şovinistlərinə, rus şovinistlərinə cavab vermək, mitinqlərdə iştirak eləmək, yoldaşlarımızın mitinqlərdə bir yerdə, Strasburqda, Kanadada, Vaşinqtonda, New Yorkda və ilaxırı Volqaqradda, sonra Sankt-Peterburqda, bunların hamısını demək bizim belə son vaxtlarda keçirdiyimiz tədbirlərdəndir. Sıx hadisələrdir. Bəli. Mən onu da elə televizordan etiraf edeyim. Mən biraz yaşlanmışam. Əlbəttə, bu təşkilat 20 il bundan qabaq yaranıb. Bəli. İndiyə qədər mən şərəflə bu təşkilatı idarə eləmişəm.
onu dediyim o vəzifələr ki, bizə tapşırılıb nizamnamə əsasında, onları biz yerinə yetirə-yetirə gəlib çıxmışıq. Amma son vaxtlardakı yaşlanmışam, mənim bir dostum var, elə öz oğlum yerindədir. Ondan xahiş elədim, dedim ki, ay Rasim Məmmədov, gəl sən bu təşkilatın vitse-prezidentliyini götür, sən zirəksən. İctimai təfəkkür etibarilə yaxşı yetişibsən. Təcrübən siyasi cəhətdən, ictimai cəhətdən, məişət etibarilə sənin təcrübən çox yaxşıdır. Gəl bu işi sən götür öhdüvə, mənə kömək elə. Otur ofisdə, qəbul elə. Hərdən mən də gəlim, sənə kömək eləyim zat. İndi mənim vəziyyətim biraz yaxşılaşıb, işim yüngülləşib, yaradıcılığıma daha çox fikir verirəm. Çünki Rasim Məmmədov həqiqətən də mənim oğlum kimi onu riyasət heyətində seçən riyasət heyətinin üzvlərinin ən yaxın belə fədakar siması kimi işləyirlər. Mən sizdən xahiş edirəm, hərdən gəlin bizə qonaq. Bu Olçular Sevə-sevə. Olçular evi var. Bəli. Olçular evinin 2-ci mərtəbəsində bizim ofisimiz var. Hərdən bir ora təşrif gətirin, qulluğunuzda olaq. Təşəkkür edirik Söhbət müəllim. Çox təşəkkür edirik. Demək, Dünya Azərbaycanlıların Mədəniyyət Mərkəzi xaricdə xeylək şöbələri var, nümayəndəlikləri var. Mən onların adını istəmirəm çəkəm, hamısının adını əzbər də deyə bilərəm. Rusiyada da son vaxtlarda elə Rasim müəllimin köməkliyi ilə, məsələn, Xanты-Mansinskaya əyalətində, sonra Sankt-Peterburqda, Ukraynanın, məsələn, Donbas və Donetski şəhərlərində bizim təşkilatlar yarandı. Heydər Əliyevin anım günlərini keçirtdik biz orada. Oradakı